Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Məhəmməd Füzulinin Leyli və Məcnun əsərinin təhlili olacaq. Leyli və Məcnun əsərinin həm qısa məzmunu ilə tanış olacağıq bu video izahda, həm də Dövlət İmtahan Mərkəzinin bizə verdiyi PDF variantı ilə də tanış olacağıq. Həmin variantın təhlili ilə təbii ki. Ümumiyyətlə Leyli və Məcnun əsərinin qısa məzmunu nədən ibarətdir? Leyli və Məcnun əsərinin qısa məzmununda bizə deyilir ki, şan şöhrətli, əsl nəcabətli bir varlı qəbilə başçısı var. Həmin varlı qəbilə başçısı amma həyatdan narazıdır. Ona görə narazıdır ki, öz həyatından. Onun övladı yoxdur və o bir varissiz adamdır. Və həmin qəbilə başçısı çox nəzir-niyaz eləyir, Tanrıya yalvarır, Allaha yalvarır və Tanrı da ona bir oğul pay verir. Həmin oğlun da adını Qeys qoyurlar. Həmin Qeys ki, bu Məcnun adı ilə tanınacaq daha sonra. Göstərilir ki, qeyri-adi yolla doğulmuş övlad da elə qeyri-adi olmalı idi. Ona görə də artıq orada Qeysin dilindən belə bir beyt var idi ki, bildim qəmini ki, sənin çoxdur, qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəmin hərfi, gəl təcrübə elə, mən zərfi. Əslində bu fikirlər dünyaya müraciətlə Məcnunun, yəni Qeysin dilindən idi, amma bu Füzulinin öz düşüncələri idi, öz nitqi idi. Və göstərilir ki, həmin bu Qeys, yəni bizim lirik qəhrəmanımız qəm çəkməkdən həzz alır və eyni zamanda qəm çəkə-çəkə kamilləşir, bir aşiq kimi, aşiq obrazı kimi yetkinləşir. Göstərilir ki, əsərdə 10 yaşa çatanda Qeys məktəbə gedir, eyni zamanda Leyli də məktəbə gedir və məktəbdə digər qəbilə başçısının gözəl qızı olan Leylini görür, Leyliyə aşiq olur, həmçinin Leyli də Məcnuna aşiq olur. Yəni onlar bir-birinə aşiq olurlar, bir-birini sevirlər. Burada göstərilir ki, gənclərin məhəbbəti dilə düşə düşür, onların artıq adı çıxır və təbii ki, bu məhəbbətin yayılması gəlir Leylinin anasının da qulağına çatır. Leylinin anası məsələni biləndə artıq qızını məzəmmət eləyir, Leylinin qabağına qoyur, danlayır, onu məktəbə qoymur, deyir ki, daha bəsdir, bu qədər oxudun, adını yaza bilirsənsə bu sənə bəs eləyər, onu məktəbdən uzaqlaşdırır. Sevgilisinin məktəbə gəlmədiyini görəndə Qeys artıq öz dövrünün adət-ənənələrinə sarsılır. Buna görə səhraya qaçır, heyvanların içində yaşayır. Bu da Qeysin cəmiyyətin qaydalarına olan bir etirazı idi. Məhz buna görə də artıq o Məcnun adlandırılır. Məsələn, əslində onun Məcnun adlandırılması da bir belə deyək də məna kəsb eləyir. Nəyə görə? Çünki ona dəli də deyə bilərdilər. Niyə məhz Məcnun adlandırılır? Ona görə ki, ümumiyyətlə Məcnun sözü dəli kimi tərcümə olunsa da onun əsl mənası sevgidən ağlını itirmiş, eşqin əsrinə çevrilmiş insan deməkdir. Yəni onun mənasında belə bir poetiklik var. Yəni burada ağıl xəstəsi olan dəli mənasında deyil. Mənəvi dəlilik, yəni aşiqanə məstlik anlamındadır Məcnun. Eyni zamanda əsərdə Qeys Leyliyə olan saf və sarsılmaz sevgisi ilə tanınır və o bu eşqdən o qədər kamilləşir ki, o qədər dərinləşir ki, onun eşqi, o artıq dünyavi şeylərdən, dünyada olan hər şeydən uzaqlaşır və belə deyək də, məhəbbətlə, mənəvi aləmlə yaşayır. Biz bunu əsərin irəliləyən hissələrində də görəcəyik ki, bir müddətdən sonra artıq onun Leyli ilə qovuşması üçün arasında heç bir əngəl qalmır. Amma o Leylini fiziki olaraq qəbul eləmir. Deyir ki, mən öz xəyalımdakı Leylini sevirəm. Yəni o artıq Leyliyə fiziki olaraq qovuşmağında əngəli qalmasa belə, Leylini mənəvi olaraq sevirdi. Bu da təbii ki, nə deməkdir? Bu artıq ilahi eşq idi. Eşqin ən kamil mərhələsi idi. Ona görə də eşqdə ilahi dərəcəyə yüksəlmiş bir insan Məcnun adlandırılacaqdı təbii ki. Dəli yox, çünki oradakı onun dəli adlandırılması axmaq mənasında deyildi. Eşqdə ağlını, könlünü itirib ürəyi ilə görən adam mənasındaydı. Yəni Leyliyə olan məhəbbəti Məcnunun əslində Allaha qovuşması deməkdir. Bu da onun əsərin birmənalı, real məhəbbət mövzusunda yazılmadığı belə deyək də mənasına gəlir. Ona görə də əslində burada real qadın və kişi məhəbbətindən söhbət getmir. Yəni buradakı eşqi biz ümumiyyətlə Məhəmməd Füzulinin eşqini, həmçinin orta dövrdə yazılan eşq mövzusundakı əsərləri biz birmənalı dəyərləndirə, qiymətləndirə bilmərik. Buradakı eşq artıq ilahi eşq idi, ən kamil eşq idi, ən gözəl eşq idi. Gələk indi əsərimizin davamına. Yəni nəyə görə məhz dəli yox, Məcnun adlandırılmaq səbəbi bu idi. Məcnun bilə-bilə özü öz ağlından imtina eləmişə deyilir. Burada Məcnun özü öz ağlından, öz real həyatından, öz belə deyək də onun hər rahatlığı var idi o həyatda, amma o rahatlıqdan özü imtina eləmişdi. Çünki o artıq Allaha çatmışdı, kamilləşmişdi, əsl sevgini tapa bilmişdi. Deməli, artıq Qeys Məcnun adlandırıldı. Əsərin bir hissəsində də göstərilir ki, Qeysi atası hətta bir dəfə aldadıb evə gətirmək istəyir ki, bəs Leyli bizdədir, Leyli bizə qonaq gəlib, gəl gedək Leylini görəsən. Amma Məcnun görəndə ki, Qeys görəndə ki, Leyli onlarda yoxdur, atası onu aldadıb. Ümumiyyətlə, ətrafı yalan dolandan ibarətdir. Təbii ki, orada atası məqsədi pis deyildi. Ümumiyyətlə, Leyli və Məcnun poemasında mənfi obraz yoxdur. Desək ki, atası mənfidir, anası mənfidir, İbn Salam mənfidir və s. Ümumiyyətlə, bu əsərdə mənfi bir obraz yoxdur.
Nə İbn Səlam, nə Leylinin atası, nə Məcnunun atası heç biri mənfi deyil. Sadəcə onlar öz dövrünün İbn Səlam olsun, ata-ana obrazları olsun, öz dövrünün adət-ənənələrinə kör-körənə tabe olan obrazları idi. Burada Qeys cəmiyyətə baxanda səhrada daha azad olduğunu, daha rahat olduğunu, daha müstəqil olduğunu fikirləşirdi. Ona görə səhrada yaşamağa qərar verir. Qeys ata-anasının nəsihətlərinə qulaq asacaq halda deyildi, çünki öz həyatının mənasını ancaq Leyliyə qovuşmaqda görürdü. Ona görə təbii ki, atası da Leyliyə elçi gedir. Amma Leylinin atası öz qızını təbii ki, Məcnuna vermək istəmir. Çünki Məcnun artıq dəli kimi bir ad qazanmışdı və deyir ki, əgər Məcnunun dərdinə, xəstəliyinə bir çarə tapılsa, əlac tapılsa, yəni bir növ belə deyək də, eşq deyilən şeydən qurtulsa, qızını ona verər. Bu hal-hazırda bizə belə bir növ gülməli gəlsə ki, hə, o mənim qızımı sevmir, mən onu da sevməsə ona verərəm. Təbii ki, burada Qeys cəmiyyətdə dəli adı ilə tanınırdı deyə Leylinin atası bundan narahat idi. Qeysin dərdi doğrudan da eşq idi, amma Qeys o bu eşqlə yaşayırdı. Buna görə də atası Məcnunu həkimə göstərir, Kəbəyə aparır, amma orada Məcnun, yəni Qeys Allahdan bu eşqin heç vaxt bitməməsini diləyir. Atası Məcnunu Kəbəyə gətirəndə Məcnun, yəni Qeys belə bir qəzəl deyir ki, ya Rəbb, bəla eşq ilə qıl aşina məni. Birdən bəla eşqdən etmə cüda məni. Yəni Allaha müraciət edir ki, ya Rəbb, eşq bəlasından məni ayrı tutma. Bir an belə, birdən belə bəla eşqdən məni ayrı salma. Az eyləmə inayətini əhli dərddən, yəni ki, çox bəlalara qıl, mübtəla məni. Yəni daha çox da onu bu eşq mübtəlası olması üçün Allaha yalvarır və bu qəzəl ümumiyyətlə çoxdur. Yəni ümumi məzmunda atası onu Kəbəyə aparır ki, oğlu sağalsın, yəni eşq dərdindən xilas olsun, amma Qeys Allahdan daha çox eşq arzulayır, daha çox eşqə düşməsini istəyir. Yəni o bunu özünə dərd kimi görmür. Bu belə. Daha sonra təbii ki, Qeys, yəni Məcnun yenidən səhraya qaçır. Qeys ovçuların tutduğu ceyranı, göyərçini azad eləyir, vəhşi heyvanlarla dost olur. Leyli də bu tərəfdə öz dərdini ay, bulud, pərvanə və çıraqla bölüşür. Nəyə görə? Çünki o hüquqsuz idi. O öz hüquqsuz vəziyyətindən söz açır ki, yəni mən hüquqsuzam. Onun dərdini bölüşməyə, anası ilə belə dərdini bölüşə bilmir. Leylini ərəb olan İbn Səlama nişanlayırlar və təbii ki, burada da yenə Leylidən fikrini soruşan olmur ki, sən onunla evlənmək istəyirsənmi, istəmirsənmi? Məcnuna da heyvanlardan yox, insanlardan al kamını deyən Nofəl obrazı var idi ki, ona kömək məqsədi ilə Leylinin atası ilə müharibəyə başlayır ki, bəs məhz Məcnuna kömək olsun ki, Leyli ilə Məcnun qovuşsun. Məcnun Leylinin atasının məğlub olmasını istəmir. Burası da əslində belə biraz qeyri-adi səslənsə də, əslində Nofəl gəlir Leylinin atası ilə döyüşür ki, müharibə eləyir ki, Leylini Məcnunla evləndirsinlər. Amma burada sırf Leylinin atasıdır deyə Məcnun onun məğlub olmasını istəmirdi. Yəni Leyli buna pis ola bilərdi. Ona görə Məcnun Leylinin atasına kömək edir. Leylinin atası Nofələ qızının başqasına nişanlı olduğunu deyir. Məcnunun hərəkətlərində də artıq bu qəribəlikləri görən Nofəl də belə cəmiyyətin yəni mövcud düşüncəsini qəbul etməli olur ki, fikirləşir ki, bu yəni həqiqətən dəlidir də, bu onun üçün döyüşür, Məcnun üçün döyüşür. Məcnun da keçir Leylinin atası tərəfdən döyüşür. Ona görə artıq Nofəl də xeyirxahlıq eləməyi, Məcnunun dərdlərinə bir növ həmdəm olmağı artıq kənara qoyur. Və təbii ki, Nofəl də dövrün bu təfəkkürü qarşısında aciz qalır. Nofəl ona görə öz niyyətindən əl çəkir. Artıq Leyli ilə İbn Səlamın toyda olandan sonra daha sonra Leyli ilə İbn Səlamın toyu olur, amma buna baxmayaraq Leyli toyundan sonra belə öz məhəbbətinə, öz eşqinə sadiq qalır. İbn Səlamı öz yaxınına buraxmır, qoymur və belə bir bəhanə eləyir ki, yəni Leyli deyir ki, onun bədəninə bir cin daxil olub və o cin, yəni ona həyat yoldaşı yaxın gəlsə, Leylinin özünü də, onun ərə getdiyi adamı da öldürəcək. Təbii ki, Məcnundan fərqli olaraq eşq üçün heç bir fədakarlığa hazır olmayan İbn Səlam buna inanır, Leylinin bu dediyi bəhanəyə, yalana inanır və bundan vahiməyə düşür, ölür. Dostu Zeyd Məcnuna məktub yazır ki, bəs Leyli ərə gedib. Məcnun Leyliyə məktub göndərir, onu vəfasız adlandırır. Leyli də Məcnuna cavab məktubu yazır ki, mən hüquqsuzam, qul kimi satılmışam və bundan şikayətlənir. Məcnun dərdinə dözməyən atası da dünyasını dəyişir, axı onun oğlu artıq dəli idi, səhralara düşmüşdü. Oğlunun dərdindən atası vəfat edir. İbn Səlam da Leyliyə yaxınlaşmağa cəsarət eləmir, onun həsrətinə dözməyərək o da xəstələnib ölür. Ümumiyyətlə, Füzuliyə görə İbn Səlamın ölümündə Məcnun Tanrı qarşısındakı duaların da müəyyən rolu var. Axı o Leyliyə qovuşmaq istəyirdi. Dərdini dağıtmaq bəhanəsi ilə Leyli gəzintiyə çıxır və gəzintiyə çıxanda səhrada Məcnunu görür. Onu tapır. Ağır vəziyyətdə olan Məcnun Leylini tanımır və Leylinin xəyalı ilə yaşamaq istədiyini bildirir. Burada da sevgisinin ayrılığına, onun düşdüyü böhranlı vəziyyətə dözməyən artıq Leyli ölür sonda. Məcnun da həmin Leylinin ölməsinin dərdinə dözmür, gəlir Leylinin məzarı üstündə ölür. Məcnunu Leyli ilə bir məzarda dəfn edirlər. Daha sonra isə Zeyd onların yuxuda cənnətdə bir yerdə olduğunu görür. Bu belə. Əsərin təhlili belədir ki,
1536-1537-ci illərdə Füzuli doğma türkcəmizdə böyük bir məhəbbət dastanı yaradıb və bu dastanda, yəni təbii ki, poemada mövzu şairə cəmiyyət və zamanə barədəki fikirlərini geniş ifadə etməyə imkan vermişdi. Yəni burada Füzuli öz fikirlərini Qeysin dili ilə deyirdi. Ümumiyyətlə baş qəhrəman kimi diqqəti ilk cəlb edən Məcnun obrazdır. Şöhrətli, varı qəbilə başçısının yeganə övladı olan Qeys adətə görə atasını yeri tutmalıdır. Yəni onun rahat həyatı artıq hələ doğulmamışdan əvvəl dünyaya gəlməmişdən əvvəl rahat həyatı təmin olunmuşdu. Amma belə bir həyat ona qismət olmur. Qeysin düşüncə tərzi, həyata, zəmanəsinin əxlaq və davranış normalarına baxışı tamam fərqli idi. Yəni dövrünün adamlarından tamamilə fərqli idi Qeys. Qeys cəmiyyətə müxalif mövqedə dayanır. Bu bizə testlərdə də düşür ki, məsələn, cəmiyyətə müxalif mövqedə dayanan obraz haqqında filan fikir. Ümumiyyətlə, cəmiyyətə müxalif mövqedə dayanan obraz istəyirsə bizdə söhbət Qeysdən, yəni Məcnundan gedir. Məcnunun, yəni Qeysin faciəsi də məsələ bundan başlayır. Heç kim, hətta ata-anası da Qeysin mənəvi azadlığını anlamır, onu anlamaq istəmir. Sevdaya düşdüyü üçün cəmiyyətin Məcnun kimi qəbul elədiyi Qeys insanlar arasında pisliyin çox olduğunu söyləyərək səhraya, yəni təbiətə üst tutur. Ağıllı, zəkalı, Qeysi sevən Leylin həyatı daha dözülməz idi. Nəyə görə? Çünki Məcnun ən azından etirazını açıq şəkildə bildirə bilirdi. Yəni hər kəs bilirdi ki, o niyə Məcnun adlanır, hər kəs bilirdi ki, o niyə səhraya üst tutub, öz fikirlərini, düşüncələrini, insanlardan uzaqlaşmaq istədiyini rahatlıqla deyirdi. Amma Məcnun ümumiyyətlə hüquqsuz idi, ümumiyyətlə istədiyini deyə bilmirdi. Rəfiqələrindən fərqlənən, onlar kimi düşünməyən Leyliyə sevmək, sevilmək dəhşətli görünmür. Bu testlərdə görünür olaraq düşür, buna fikir verin. Lakin doğulub boya başa çatdığı mühit, zəmanə belə bir sərbəstliyə yol vermir. Bunu namusa, ləyaqətə zidd sayır. Yəni ümumiyyətlə sevilmək, sevmək namusa, ləyaqətə zidd idi o vaxtı. Abırı, həyalı Leyli arzu və istəyini heç kimə, hətta öz doğma anasına belə deyə bildirmir. Çünki onu başa düşməyəcəklərini anlayır. Lap deyək ki, anasına deyirdi, nə olacaqdı, nə dəyişəcəkdi? Yəni bilir ki, onsuz da heç nə olmayacaq. Ürəyini şama, pərvanəyə, aya, çırağa açır. Bu dördüncüsünü yadımızda saxlayaq. Leyli ürəyini nələrə açdı? Şam, pərvanə, ay və çıraq. Bunlar testdə düşür. Onlarla dərdləşir. Leyli ağır sınaqlara, əzab-əziyyətlərə məruz qalsa da zəmanəsinin köləliyi əsas tutan davranış normalarına yalnız zahirən tabe olur. Yəni onu daxilində qəbul eləmir. Görüntü olaraq onlara tabe olur. O, ixtiyarsız, hüquqsuz olduğunu dərk edir. Bu da testdə düşən cümlədir. Bu Leylinin dilindəndir ki, mən gövhərəm, özgələr xiridar. Məndə deyil, ixtiyari bazar. Dövran ki məni məzədə saldı, bilməm kim idi satan, kim aldı. Lakin o dövrünün zoraki feodal qanun qaydalarına təslim olmur, mənliyini, mənəvi gözəlliyini qoruyur, saf eşqinə sadiq qalır. Bayaq da qeyd elədiyim kimi, İbn Salamla evlənsə belə o öz sevgisinə, eşqinə sadiq qalır və İbn Salama bəhanə edir ki, onun bədəninə cin girib. Belə İbn Salam da təbii ki, onun dərdindən artıq ölür. Əsərdəki bir sıra obrazları, Məcnunun atası, anası, İbn Salamı birləşdirən cəhətlər çoxdur. Dövrün tələblərinə, adət-ənənələrinə kör-körənə əməl etmək onlar üçün hər şeydən vacibdir. Yəni cəmiyyət necə idisə, onlar da onlara tabe olurdu. Müstəqil düşüncə, fərqli davranış, arzu və istəyin dilə gətirilməsi, bir sözlə şəxsiyyət azadlığı onların həyata baxışında yer almır. Ona görə də bu poemada heç bir surəti mənfi, nə də müsbət kimi götürmək olar. Yəni bizə desək ki, məsələn, Leyli Məcnun əsərində filan obraz mənfidir, İbn Salam mənfidir, Leylinin anası atası və yaxud da Məcnunun anası atası, xeyr, belə bir şey yoxdur. Onlar sadəcə dövrün adət-ənənələrinə kör-körənə tabe olan obrazlardır. Bu onların mənfi obraz olduğu anlamına gəlmir. İbn Salamın həyata baxışı bu valideynlərinkindən fərqlənmir. Yəni onların həyata baxışı, düşüncə tərzi eyni idi. Tamamilə eyni idi. Dövrün tələbləri, əxlaqi etik normaları ilə yaşayan bu zadəgan Leylini təsadüfən görür. Bu gözəl qıza elçi göndərir. Amma Leylinin fikrini öyrənmək barədə ümumiyyətlə düşünmür ki, Leylidən də soruşum görüm o məni istəyirmi, istəmirmi? Əsərdəki Nofəl, Zeyd fərdi xüsusiyyətlərlə seçilən və yadda qalan obrazlardır. Nofəl Qeys üçün kömək eləmək istəyən, yəni Leylinin atasını döyüşən obrazdı idi. Zeyd də Məcnunun dostu idi. Poemanın yüksək dəyərləndirilməsinin ən mühüm səbəbi oxucunu valeh edən bədii gözəlliyidir. Eyni yaxud müxtəlif məcazların bir çox məqamlarda ardıcıl işlənməsi əsərə xüsusi gözəllik qatır. Leyli demə, cənnət içrə bir hur. Məcnun demə, zülmət içrə bir nur. Leyli demə, övcü hüsnə bir mah. Məcnun demə, mülki eşqə bir şah. Güclü obrazlıq Füzuli sənətinin ən mühüm özəlliyidir. Leylini güzarlıqda gəzməyə aparan gözəllərin, pəri üzlü qızların hərəsi bir tərəfə gedir. Baxın bu beytdə. Bu testdə düşür. Bir yaniyə getdi hər pərivaş, dağıldı şərər, tutuşdu atəş. Bunun açıqlaması da baxın bu cümlədədir. Sanki ətrafa qığılcım, yəni burada qızlar qığılcıma bənzədir. Qığılcım yayılır və yanğın baş verir. Ümumiyyətlə Leyli və Məcnun əsəri epik növdədir, poema janrındadır, təhkiyə əsasında yazılıb, əruz vəznindədir, həzəc bəhrindədir. Belə. Bir də qeyd edək ki, Füzulinin digər poemaları allegorik poema olsa da bu əsər təbii ki, allegorik poema deyil. Əsərin ümumi izahına keçək.
Burada biz Leyli Məcnun əsərinin dərslikdə, onun sinif ədəbiyyat dərsliyində verilən hissələrini sizin üçün izah eləyəcəm. Çünki burada beytlərin tək-tək açıqlaması, izahı yoxdur. Bunların hər birini oxuduqca izah eləyəcəm, ümumi məlumatı verəcəm. Daha sonra Dövlət İmtahan Mərkəzinin bizə verdiyi orijinal variantında, PDF variantında isə hər birinin bütün beytlərin ayrı-ayrılıqda izahı var. Ona görə o hissələrin ümumi məzmunu, yəni o hissələrdə nələr danışır, əsas testdə düşə biləcək məqamlar nələrdir, onları sizin üçün izah eləyəcəm. Çünki onların hər birinin, hər bir beytin yanında açıqlaması var. Onları yenidən oxuyub təzədən üzündən oxumağa belə deyək də bir ehtiyac yoxdur, mənası yoxdur. Onun onsuz da yanında açıqlaması var, amma ümumi testdə düşən məqamlar nələrdir, əsas hissələr nələrdir, onların hər birini qeyd edəcəm. Bu hissənin isə izahı, açıqlaması dərslikdə verilməyib. Ona görə bu formada özüm izah edəcəm. Deməli, bizə deyir, bir neçə zərifi xütdeyi Rum ki dediyin qəziyə məlum. Bunu tək-tək sözlərini izah edəcəm, daha sonra ümumi məzmunu deyəcəm, izahını verəcəm. Bizə burada verib ki, bir neçə zərifi xütdeyi Rum. Deməli, bu o deməkdir ki, bir neçə sözdə incə məna axtaranlar. Rum ki dediyin qəziyə məlum. Qəziyə də hadisə deməkdir. Yəni deyir Rum ki dediyin hadisə məlum. Həm elm fənnində nüqtədalar, nüqtada o deməkdir ki, hər şeyi dərinliyinə kimi bilən, yəni həm deyir Rumlular nəzərdə tutur. Hər şeyi Rumlular dərindən, hər elm fənnini dərindən bilirdilər. Həm söz rəfşində dürfəşanlar. Deməli, söz rəfşində də söz meydanında deməkdir. Dürfəşan isə dür saçan deməkdir. Yəni deyir ki, həm elmdə hər şey dərinliyinə kimi biləndilər, həm də söz rəfşində, yəni söz meydanında dürfəşandılar. Daha sonra həm bilmişlər idi ki, hüsnü gövdar, qədrim qədərincə məndə həm var. Deməli, bizə deyir ki, onlar bilmişdilər ki, yəni Rumlular bilmişdilər ki, hüsnü gövdar gözəl söz deməkdir. Məndə gözəl söz çoxdur mənasında. Mən xəstəyi etdilər nişanə. Bir rəng ilə tiri imtihanə. Bu beytdə bir növ bizə deyir ki, yəni Füzulini bu əsəri yazmaq üçün nişan alıblar. Yəni fikirləşiblər ki, bu əsəri Füzuli yaza bilər. Bir rəng ilə tiri imtihanə isə tiri imtahan ümumiyyətlə imtahan oxu deməkdir. Yəni bu imtahanı Füzulini çəkəcəkdilər. Lütf elə dedilər. Ey Suxənsənc. Faş elə cahanə bir nihan gənc. Deyir, lütf elə dedilər, ey Suxənsənc, Suxənsənc söz ustadı deməkdir. Faş elə cahanə bir nihan gənc. Faş elə cahanə bir nihan gənc isə deyir, bu dünyaya bir gizli xəzinə aç. Cahan dünyadır. Deməli, nihan gizlidir, gənc bilirsiniz nədir faş eləmək də, yəni aç göstər mənasında. Leyli Məcnun əcəmdə çoxdur. Ətrakda ol, fəsanə yoxdur. Yəni əcəm fars deməkdir. Leyli Məcnun farslarda çoxdur. Ətrak isə türk deməkdir. Türklərdə isə fəsan əfsanə deməkdir. Bu əfsanə yoxdur. Təqrirə gətir bu dastanı, qıl təzə bu əski bostanı. Təqrirə gətirmək bəyan eləmək deməkdir. Yəni deyir ki, bəyan eləmək açıq, aşkar eləməkdir. Təqrirə gətir bu dastanı, yəni bu dastanı, bu əhvalatı bəyan elə, açıq elə. Qıl təzə bu əski bostanı, büstanı daha doğrusu. Qılmaq bildiyimiz yerinə yetirmək mənasındadır. Yəni deyir ki, bu köhnə gül bağçasını yenilə. Misranın hərfi mənası budur. Bustan gül bağçası mənasındadır. Yeniləməkdə bu tazə sözünün mənasıdır burada. Yəni deyir ki, Leyli Məcnun farslarda çoxdur, amma türklərdə bu əfsanə, bu əhvalat yoxdur. Sən də deyir ki, bu dastanı təqrirə gətir, yəni bəyan elə və bu köhnə gül bağçasını yenilə mənasında. Bildim bu qəziyə imtahandır. Zira ki, bu bir bəlayı candır. Yəni deyir ki, bildim ki, qəziyə bayaq dedik ki, hadisə deməkdir. Bu hadisə bir imtahandır. Zira çünki bu bir bəlayı can, yəni canın bəlasıdır. İzafə tərkibidir burada. Bu bir canın bəlasıdır. Deməli, sevdası dirazü, bəhri gödək. Məzmunu fəqanı, naləvü ah. Bu o deməkdir ki, sevdası diraz ümumiyyətlə fars dilindən uzun deməkdir. Sevdası, yəni sevgisi, sevdası uzundur, bəhri isə qısadır. Məzmunu fəqanı, naləvü ah, məzmunu da fəqandır. Fəqan nə olduğunu bilirsiniz, nalədir, ahdır. Yəni məzmunu ahla, nalə ilə doludur. Daha sonra bir bəzmi müsibəti bəladır. Kim əvvəli qəm, sonu fənadır. Bəzmi müsibət bəla nə deməkdir? Müsibət belə deyək də bir müsibət bəla məclisidir ki, kim klassik ədəbiyyatda ki bağlayıcısıdır, aydınlaşdırma bağlayıcısı. Yəni kim burada sual əvəzli deyil. Kim əvvəli qəm, yəni deyir əvvəli qəmdir, sonu fənadır, sonu da bir heçdir, boşdur. Yəni deyir ki, bu bir müsibət bəla məclisidir ki, əvvəli qəmdir, sonu isə boşluqdur, heçdir. Əmma necə etmək olur ikra? Yəni deyir ki, amma necə üz çevirmək olar? Bir vaqedir ki, düşdü nagah. Deyir bir hadisədir ki, birdən-birə oldu. Daha sonra düşdü səfərim diyarı dərdə. Kimdir mənə yar bu səfərdə? Bizdə deyir ki, düşdü səfərim diyarı dərdə, yəni səfərim dərd diyarına düşdü. Mənə bu səfərdə yar olan kimdir mənasında. Dərd qəmi möhnəti qanət. Oldur bu müsafirətdə yarım. Yəni deyir ki, kimin ki qənaət daha doğrusu, dərdi, qəmi,
qənaətdir, oldur, odur mənasındadır. Odur bu səfər də mənim yarım. Yəni o adamla mən bu səfərə çıxacağam. Zövq əhlinə yoxdur etibarım. Bu artıq aydındırsa, yəni zövq əhlinə şair etibar eləmir. Əzm eləyəyim, təəllül etmən. Yəni deyir ki, bir qərarla yola düşək, bəhanə gətirib mənzil kəsəlim, təğafil etmən. Bəhanə gətirib deyir, təğafil eləməyin, boyun qaçırmayın. Daha sonra ey bəxt, vəfasız olma. Sən həmrəhlıq et, bizimlə birdəm. Bəxtinə müraciət edir ki, yəni burada kitabın yazılma səbəbi hissəsində müraciət varmı? Var. Bəxtinə müraciət edib. Deyir ki, ey bəxt, vəfasız olma. Sən həmrəhlıq et, bizimlə birdəm. Yəni deyir ki, bizlə bir müddət yoldaşlıq et. Bu oldu kitabın yazılma səbəbinin tək-tək beyt-beyt izahı. İndi gələk, bu təbii ki, Leyli və Məcnun əsəri ana dilindədir. Sadəcə olaraq bu, niyə biz bəzi sözləri başa düşmürük? Çünki əski Azərbaycan türkçəsidir. Əski Azərbaycan türkçəsindən də başa düşmək üçün təbii ki, onların hər birinin izaha ehtiyacı var. Yəni bu əsər fars dilindədir filan, başa düşmək düzdür. Bəzi sözlər hal-hazırda buradakı sözlər fars dilində olan sözlərdən tərcümə kimi biz onu deyirik, amma bunlar əski Azərbaycan türkçəsinin lüğətində olan sözlərdir. İndi gələk Məcnunun anadan olması və uşaqlığı hissəsinə. Deyir Dehqani hədiqəyi hekayət. Sərrafi Cəvahiri rəvayət. Yəni Dehqani hədiqəyi hekayət, hekayət bağçasının bağbanı, Sərrafi Cəvahiri rəvayət. Rəvayət Cəvahirinin sərrafı. Məni çəməndə gül dikəndə. Daha sonra söz riştəsinə gühər əkəndə. Deyir ki, məni məna deməkdir. Məna çəmənində gül dikəndə, yəni gül əkəndə, söz riştəsinə gühər çəkəndə. Riştə sap deməkdir. Söz sapına inci düzəndə. Gühər inci deməkdir, çəkəndə də düzəndə deməkdir. Deyir ki, məna çəmənində gül əkəndə, söz sapına da inci düzəndə. Yəni yazmasını, paymanı yazmasından danışır. Deməli, qılmış bu rəvşində nüqtədanlıq, deyir ki, bu işdə incə bilik göstərmiş, gül rizligü, gühər fəşanlıq. Yəni deyir ki, gül səpmiş, gövhər saçmış mənasında. Kim xeyli ərəbdə bir cavan mərd, cəmiyyəti üzü cahilə fərd. Müstəmcəmi cümlə-i fəzail, bulmuşdur rəyasəti qəbail. Əmvali cəmi cinsdən çox, amma bu cəhəndə varisi yox. Ümumiyyətlə bu beytlərdə bir növ deyir ki, onun yəni burada söhbət Qeysin atasından gedir. Qeysin atasının cəmiyyətdə izzü cahilə fərd məqamı, rütbəsi yüksək idi. Daha sonra onun ənvari cəmi cinsdən çox, yəni onun hər bir belə deyək də ənvalı, yəni varı, dövləti, malı var idi. Amma bu cahanda varisi yox. Amma bu dünyada onun varisi, davamçısı yox idi. Gər qılsa onu tələf həvadis, yəni gər əgər deməkdir. Əgər onu hansısa bir hadisə tələf eləsəydi, məhv eləsəydi, öldürsəydi, yox bir xələfi ki, ona varis. Yəni deyir ki, onun bir xələfi olmayacaqdı ki, varis olsun, davamçısı olsun mənasında. Deməli, fərsəndəsiz fərsəndəsiz adamı tələfdir. Fərsəndəsiz adam tələfdir o deməkdir ki, yəni oğulsuz adam tələf olar. Yəni bunun oğlu yoxdursa nəsli davam eləməyəcək mənasında. Baqi edən adamı xələfdir. Yəni deyir ki, adamı daimi yaşadan onun oğludur mənasında. Çox nəzirlər etdi hər məzarə, çox qıldı niyaz, girdi garə. Burada isə bizə deyir ki, yəni hər məzara çox nəzir verdi, çox nəzir niyazla dünyaya gəlmişdi axı Qeys. Çox qıldı niyaz, girdigara. Niyaz o deməkdir ki, dilək, yalvarma, yalvarış, dua mənasında, girdigar da bağban deməkdir. Yəni ümumiyyətlə beytin mənası budur ki, yəni çox nəzir verdi, çox nəzir niyaz elədi ki, onun oğlu olsun. Təsir qılıb fəqanı ahı, yəni onun ahı, fəqanı artıq təsir elədi, övn etdi, inayəti ilahı. Yəni artıq onun arzusu yerinə yetdi mənasında. Bir gecə açıldı Babir Əhməd rəhmət qapısı. Yəni bir gecə mərhəmət rəhmət qapısı açıldı. Buldu əsəri dua icabət. Yəni onun artıq arzusu yerinə yetdi. Arzusu icabət buldu mənasında. Bər verdi nihali bağı məqsud, açıldı gülü hədiqəyi cud. Artıq bu hissələri aydındır. Yəni onun oğlu dünyaya gələcəkdi mənasındadır. Çün vədə irişdi doğdu bir ay, xurşud ruhu ilə aləməray. Lakin ol edib həmişə nalə. Deməli, şükranə verildi, çox xəzanə. Daha sonra deyir, əl-qissə Adəmdən oldu peyda, bir tifili müzəkkiri müzəkkə. Yəni deyir ki, elə ki vədə yetişdi, günəş üzü ilə dünyanı bəzəyən bir ay doğuldu. Bu burada deyilir, xurşud ruhu ilə aləməray, bu beytin izahıdır bu. Bundan atası, anası şad oldu, xəzinələr payladı. Daha sonra yəni xülasə yoxluqdan bir pak oğlan uşağı dünyaya gəldi. İsa kimi tifillikdə kamil, İsa peyğəmbər nəzərdə tutur. Yəni İsa kimi o körpəlikdən, tifillikdən kamil idi. Ol dəm ki bu xakdana düşdü. Yəni bizə deyir ki, dünyaya gəldiyi andan halını bilib fəqana düşdü. Yəni dünyaya gəldiyi andan artıq öz
halını bildi, fəqan elədi. Axır günün əvvəl eyləyib yad, axır günü yəni əvvəldən yad elədi, axıtdı sirişkü, qıldı fəryad. Yəni axır günü əvvəldən yad elədi ya, göz yaşını axıtdı, fəryad elədi. Yəni ki, vücud daimi qəmdir. Yəni deyir ki, varlıq bir qəm tələsidir, azadələrin yeri ədəmdir. Yəni deyir ki, azadələrin yeri ədəmdir, yoxluqdur. Hər kim ki əsir olur bu damə, hər kim ki deyir bu tələyə əsir olur, səbr etsə gərək qamı müdamə. Yəni deyir ki, gərək daim qəmə səbr eləsin. Söylərdi ki, olmuşdu zəbani hali güya, söylərdi ki, ey cəfaçı dünya. Deyir, elə bir nitqə gəlib deyirdi ki, ey cəfaçı dünya, bildim ki, qəmin sənin çoxdur. Qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəmin hərifi, gəl təcrübə elə, mən zəifi. Deyir ki, ey cəfaçı dünya, bildim ki, sənin qəmin çoxdur, qəm çəkməkdə bir hərifin yoxdur. Gəldim ki, deyir qəmin dostu olum, gəl sən də mən zəifi sınaqdan keçir mənasında. Dayı onu pak qıldı qandan. Yəni deyir ki, dayı onu qandan təmizlədi, doğuldu axı. Qaldırdı bu tirə xakdandan. Yəni deyir, qara torpaqdan qaldırdı. Daha sonra qüslun verib abi çeşmi tərdən. Dayı uşağa belə deyək də, duru göz yaşı ilə çimizdirdi. Duru göz yaşı burada ami çeşmi tər mənasındadır. Süd yerinə verdi qan ciyərdən. Yəni dayı uşağa süd yerinə ona ciyər qanı verdi. Əqvamu qabaylı olub şad, cəmiyyət deməkdir əqvamu qabaylı. Yəni cəmaət, cəmiyyət, qəbilə şad oldu. Ol növrəsə qeys qoydular ad. Deyir ki, bu körpənin adını qeys qoydular. Can ilə qılırdı dayı ezaz. Yəni deyir ki, dayı uşağı canbaşından əzizləyirdi. Əsbab-ı kəmali tərbiyyəti saz. Onun üçün tərbiyə vasitələri, yəni dayı uşaq üçün tərbiyə vasitələri göstərirdi. Xoşnut değildi heç bu halə. Amma deyir, o bu haldan əsla xoşlanmırdı. Əzasın edib əllə əfkar, eylərdi müdam, nalə vüzar. Yəni deyir ki, o bu haldan əsla xoşlanmırdı, həmişə nalə eləyirdi. Belə deyək də, bir növ ağlayırdı. Yəni dayı onu nə qədər əzizləyirdi, yaxşı baxırdı, nə eləyirdisə, amma nə olur olsun uşaq bundan xoşnut deyildi. Bir gün onu gəzdirirdi dayı, dərdini yetirməyə davaya. O bütün gün ağlayırdı, dayı da onu gəzdirirdi ki, dərdinə dəva eləsin. Deməli, bir evdə məgər ki bir pərivaş, ol tifili bəsi görüb müşəvvaş. Deyir ki, bir gün dayı dərdinə dəva tapmaq üçün onu gəzdirməyə çıxartmışdı. Bir evdə pəri kimi gözəl bir adam var idi. Bu uşağı narahat görüb rəhm elədi. Ol tifili bəsi görüb müşəvvaş, rəhm etdi əlinə, aldı birdən. O uşağı narahat gördü, rəhm elədi. Ona görə onu bir anlığa həmin gözəl qız o pəri qucağına aldı. Tifil onu görüncə oldu xürrəm. Tifil uşaq deməkdir, bayaq dedim. O uşağı qucağına aldı. Uşaq onu görən kimi bir an xürrəm oldu. Şad oldu mənasında. Daha sonra Hüsnünə baxıb qərar tutdu. Hüsnünə, yəni onun üzünə baxıb qərar tutdu. Fəryadı fəqanı unutdu. Yəni fəryadını, fəqanını unutdu. Olduqca əlində oldu xəndan. Yəni deyir, onun əlində olduqca, qucağında olduqca gülümsədi. Düşdükcə əlindən oldu giryan. Qucağında olanda gülümsədi, amma qucağından düşəndə zar-zar ağladı. Burada da təzad var təbii ki. Mahiyyətini cüdaya bildi. Deyir ki, mahiyyətini ki, dayı işin mahiyyətini bildi. Ol mahı ona ənis qıldı. Dayı ki bunun mahiyyətini bildi. Bu ay üzlü qızı ona yoldaş elədi. Oldu bu dəxi onunla mötad. Deyir ki, bu da ona isnişdi. Nə dayə, nə ana eylədi yad. Nə dayəsini, nə də anasını yadına saldı. Zatında çuvar idi məhəbbət. Zatında məhəbbət olduğu üçün eşq idi ki, oldu. Məhbubu görüncə tutdu ülfət. Deyir, zatında məhəbbət olduğu üçün sevdiyini görən kimi ona bağlandı. Gözəl qızı gördü, ona bağlandı. Yəni bunun əvvəlində belə məhəbbət var idi. Eşq idi ki, oldu hüsnə mail, hüsnü nə bilirdi? Tifili qafil. Yəni deyir ki, uşaq gözəlliyi nə bilirdi ki, bağlığın səbəbi ancaq eşq idi. Yəni uşaq nə bilirdi ki, o gözəl bir qızın qucağındadır. Onun gözəl qızın qucağına getib susmasında, qızın qucağından düşən kimi ağlamasında səbəbi zatında əvvəlində eşq olması idi. Yoxsa uşaq hardan bilir ki, gözəl qızın qucağındadır? Deməli, çün tərbiyyəti ədibi duaya verdi əsəri tamam ol ayə. Deyir ki, gün-gündən edib kamal hasil, olmahi növ oldu, bədri kamil. Yəni deyir, zatında məhəbbət olduğu üçün sevdiyini görən kimi ona bağlandı. Uşaq gözəlliyi nə bilirdi ki, bağlılığın səbəbi ancaq eşq idi. Hal əhlinə də bu məlum idi ki, bu eşq timsalıdır, eşq tilsimidir. Daha sonra burada da dayəsi, yəni mürəbbisi ona tərbiyə verdi, ona tamam təsir göstərdi. Ol mahinöv, oldu bədri kamil. Bunu dedim. Çün sürət ilə dönüb zamanə 10 yaşına yetdi. Ol yeganə. Yəni deyir ki, ona gözəl tərbiyə verdi. O yeni ay, yəni uşağı nəzərdə tutur. Günü gündən kamala çatıb, bədirlənmiş, dolğun ay oldu. Vaxt da sürətlə keçdi. O yeganə, yəni o tək övlad 10 yaşına çatdı. Bu belə. İndi gəl məktəbdə onunla oldu həmdən bir neçə mələk misal qız həm.
Deyir ki, məktəbdə bir neçə mələk kimi qız ondan yoldaş oldu. Bir səhv qız oturdu, bir səhv oğlan. Cəm oldu behişdə heyri qılman. Deyir ki, bir səhv bir cərgə deməkdir. Bir cərgəyə qız oturdu, bir cərgədə oğlan. Cəm oldu behişdə huri qılman. Yəni hurilər və qılmanlar cənnətdə xidmət edən xidmətçi oğlanlara deyilir. Hurilər də qızlara. Hurilər və qılmanlar bir yerə yığıldı. Daha sonra ol qızlar içində bir pərizad. Pərizad yəni zatı pəri olan mənasındadır. Deyir ki, olda o əvəzli idi. O qızlar içində bir gözəl, pərizad deyəndə gözəllik, yəni pəri kimi qızı nəzərdə tutur. Qeys ilə məhəbbət etdi bünyad. Bünyad etmək, təməl qoymaq deməkdir. Yəni deyir ki, o qızların içində bir gözəl qız Qeyslə məhəbbətin təməlini qoydu mənasında. Bir türfə sənəm ki, əqli kamil, gördükdə onu olurdu zail. Yəni türfə sənəm nə deməkdir? Nadir gözəl mənasındadır. Həm nadir gözəl idi, həm də ağlı kamil idi. Bir türfə nadir gözəl, yəni ağlı kamil, gördükdə onu olurdu zail. Deyir ki, elə bilmirsiniz siz gözəl idi ki, kamil ağıl əhli onu görəndə heç olurdu. Yəni ağlını itirirdi mənasında. Deyir tərlan baxışlı, deməli, şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü. Rahü rəvişi, müdam qəmzə, başdan ayağa tamam qəmzə. Yəni deyir tərlan baxışlı, ceyran gözlü, şirin hərəkətli, şəhd sözlü, bal sözlü mənasında. Yerişi rahü rəvişi, müdamı qəmzə. Yəni deyir ki, yerişi daima naz qəmzədir. Başdan ayağa tamamı qəmzə, özü başdan ayağa tamam iş və naz idi mənasında. Aləm səri, müyinin tüfeyli. Deyir aləm saçlarının ucundan asılı idi. Məhbubeyi, aləm adı Leyli. Yəni deyir ki, dünyanın sevimlisi idi, adı da Leyli idi. Qeys onu görüb həlak oldu. Qeys onu görüb həlak oldu. Min şövq ilə dərdnak oldu. Min şövq ilə dərdnak olmaq da o deməkdir ki, min şövq ilə dərdə düşdü. Ol Nadirə həm ki Qeysi gördü. Ol bayaq dedik ki, o deməkdir, o əvəz idi. O misilsiz də, o misilsiz gözəl də Məcnunu gördü mənasında. Min zövq bulub özünü itirdi. Yəni deyir ki, min zövq içində Leyli də özünü itirdi. Gördü ki, bir afəti zəmanə, deyir gördü ki, bir zamanə afətidir. Misli dəxi gəlməmiş cahanə, yəni deyir o bir zamanə afətidir və tayı bərabəri hələ bu dünyaya gəlməyib. İndi isə keçək digər hissəyə, yəni anasının Leyliyə nəsihəti hissəsinə. Bizə deyir ki, dildən dilə düşdü bu fəsanə. Bayaq fəsanə dedik ki, əfsanə deməkdir. Yəni bu əfsanə, yəni onların Leyli Məcnun bir-birini sevməsi dildən dilə düşdü. Faş oldu bu macəra cahanə. Yəni bu əhvalat aləmə faş oldu, yəni yayıldı mənasında. Kim Qeys oluban əsiri Leyli. Yəni Qeys Leyliyə aşiq olub. Leyli dəxi salmış ona meyli. Leyli də ona meyl salıb. Daha sonra tədrici məbadi ilə nagah, yəni deyir ki, tədricən Leylin anası bu işdən xəbər tutdu. Odlara tutuşdu, yasa batdı, odlara düşdü, yasa batdı. Ol qönçə dəhanə dil uzatdı. Yəni deyir ki, o qönçə ağızlıya dil uzatdı, müraciət elədi mənasındadır. Yəni sözünü dedi. Yanar od olub, çəkib zəbanə. Yəni deyir ki, yanar od oldu, şölələndi. Ol gülruğa dedi, yanə. Gülruğ belə deyək də gül üzlü mənasındadır. Burada artıq bir epitet var. Deyir o gül üzlüyə dedi ki, hər kəsə əks kimi baxma, hər gördüyünə su kimi axma. Bu dərslikdə belə hiss edirəm ki, yerlərini tərsinə veriblər. Çünki burada gəlməli idi ki, keyşox, nədir bu? Göftgülər, qılmaq sənə tənə eyibcülər. Nə üçün özünə ziyan edirsən, yaxşı adını yaman edirsən. Bu hissələr gəlməlidir, amma o bu hissədə verilib. Bu artıq məzmunun ardıcıllığını pozur. Deməli, deyir ki, ey şox, ey gözəl, yəni bu dediqodular nədir? Ki, yəni ey baxtaranlar sənə tənə eyləsin. Daha sonra bu hissədən oxuyaq. Qılmaq sənə tənə eyibcülər. Yəni deyir ki, ey gözəl, ey şux, ey gözəl deməkdir. Bu dediqodular nədir? Ey baxtaranlar sənə tənə eyləsin. Nə üçün özünə ziyan edirsən? Yəni deyir, niyə özünə ziyan eləyirsən? Nə üçün yaxşı adını yaman edirsən? Daha sonra deyir, namusuna layiq iş midir bu? Yəni deyir ki, sənin namusuna layiq iş deyil bu. Nazik bədənlə bəlkə gülsən, amma ki, nə deyim ikən yüngülsən. Deyir, nazik bədənsən, gül yarpağı kimisən, amma nə deyim çox yüngülsən. Daha sonra təmkini cununa qılma təbdil. Yəni deyir ki, təmkinli ol. Təmkinini dəliliklə dəyişmə mənasında. Qızsan, ucuz olma, qədrini bil. Qızsan, ucuz olma, özün öz qədrini bil. Hər surətə bu gəlməlidir, bu gəlmir yenə. Deməli. Yəni elə buradakı kimi davam eləyək. Ey iki gözüm yaman olur ar, namusumuzu itirməz zinhar. Bu hissələri artıq aydındır sizə. Biz aləm içində niknamız, yəni deyir ki, biz aləm içində tanınırıq, namımız var. Tanınan alək mənasında. Məruf-u tamamı xasu amız.
Nə edərsən əgər atan eşitsə, qəhr elə sənə siyasət etsə. Yəni deyir ki, biz ailəmiz hamının içində tanınır. Əgər bunu atan eşitsə və səni məzəmmət elə nə eləyərsən? Min bəd gəl eylə tərk məktəb, bil əbcədini həmin cədü əb. Yəni deyir ki, bundan sonra artıq məktəbi tərk elə, atan baban kimi, yəni əbcədini bil, yəni belə deyək də, ibtidai bilikləri bil, az savadlı ol. Daha sonra, büt kimi bir evdə eylə mənzil, olma dəxi hər yanəyə mail. Yəni deyir ki, büt kimi bir evdə mənzil elə, büt bilirik də, yəni büt kimi bir evdə dayan, başqa yerə meyl eləmə. Gerçi adın ola dildə məzkur, yəni deyir adın dillər əzbəri olsa da, görmək səni ola qeyri-məqdur. Amma deyir səni görmək qeyri-mümkün olsun. Xoş ol ki, qızı həmişə gizlər, deyir, yəni xoşbəxt o adamdır ki, xoş oldur ki, xoş o adamdır ki, həmişə gizləyir. Xud gizli gərək həmişə qızlar. Yəni deyir ki, qızlar həmişə gizli olmalıdır. Gəlin indi bu hissəsinə baxaq. Burada da deyir ki, hər surətə əks kimi baxma, hər gördüyünə su kimi axma. Bu artıq bizə aydındır. Deyir, mey gərçi safa verər dimağa, axdığı üçün düşər ayağa. Yəni deyir, hər surətə əks kimi baxma, hər gördüyünə su kimi axma. Mey deyəndə şərab nəzərdə tutur. Şərab daha doğrusu damağa səfa versə də, amma axdığı üçün qədəhin dibinə düşür. Sayə kimi hər yerə bircə dəqiqə üz urma. Yəni deyir ki, sayə kimi, kölgə kimi hər yerə baş vurma. Heç kimsə ilə oturma, durma. Yəni deyir, heç kimdən oturub durma. Sən sadəsən, özgə əhli neyrəng. Yəni deyir ki, sən sadəsən, amma özgələr neyrəngdir, hiyləgərdir. Cəhd elə, verilməsin sənə rəng. Cəhd elə ki, sənə söz qoşulmasın. Deyirlər səni eşqə mübtəlasan. Deyirlər ki, sən eşqə düşmüsən, eşqə düçar olmusan. Biganələr ilə aşinasan. Biganələr yadlar deməkdir. Yadlarla dostluq eləyirsən. Sən qandanı, eşqi zövqü qandan. Yəni deyir, sən hara, eşqi zövqü hara. Daha sonra sən qandanı, dostu şövqü qandan. Yəni deyir ki, sən hara, dostu şövqü, dostluq həvəsi hara. Oğlan əcəb olmaz, olsa aşiq deyir. Oğlan aşiq olsa, bu əcəb deyil, təəccüblü deyil. Aşiqlik işi qıza nə layiq? Deyir ki, oğlan aşiq olsa təəccüblü deyil, amma aşiqlik işi qıza layiqdirmi? Qalanını da formada izah elədik. Bu oldu bizim Leylinin anasıya, daha doğrusu anasının Leyliyə nəsihəti hissəsi. Daha sonra gəlir Leylinin anasına cavab hissəsi. Leylinin anasına cavabı hissəsi ilə davam edirik. Bu hissə Dövlət İmtahan Mərkəzinin PDF olaraq paylaşdığı orijinal hissədəndir və həmin hissədə bütün beytlərin izahları tək-tək verilib deyə onu təzədən oxuyub bir də səsli şəkildə izah eləməyin düşünürəm ki, heç bir mənası yoxdur. Çünki hər birinin izahı cümlə-bə-cümlə, beyt və beyt, misra və misra var. Ona görə də sadəcə ümumi məqamları, testdə düşə biləcək hissələri burada izah edəcəm. Bura qədər olan hissəni ola bilər ki, bəlkə daha asta-asta, biraz yorucu şəkildə izah eləmiş ola bilərəm. Nəyə görə? Çünki nəzərə alaq ki, o hissələri söz-söz, misra-misra özüm tərcümə eləyirdim. Yəni hazır tərcümədən oxumurdum. Burada isə artıq ümumi təhlilləri sizə verəcəm. Ümumiyyətlə video izahımız uzun və yorucu olmasın deyə yenə qeyd edəcəm. PDF hissəsində hər biri açıq, aydın, aşkar şəkildə yazılıb. O hissəni oxuyun, daha sonra videonun bu hissəsini izləyin, izahını. Leylinin, deməli, anasının Leyliyə nəsihətindən, məzəmmətindən sonra Leyli təbii ki, bunları inkar eləyir, belə bir şeyin olmadığını bildirir. Burada göstərilir ki, Leyli anasına məzəmmət eşidəndən sonra fələyin dəhşətli oyunun içində olduğunu düşünüb, özünü bilməməzliyə vurub danmaq yolunu tutur. Yəni bizə testə düşə bilər ki, məsələn, Leyli anasına qarşı çıxır, öz sevgisinin arxasında durur, özünü müdafiə eləməyə qalxır. Belə bir şeylər yoxdur. Görürük ki, Leyli danmaq yolunu seçir. Leyli ümumiyyətlə bildirir ki, o fələyin bir oyununa düşüb, belə bir şeydən ümumiyyətlə xəbəri yoxdur, sevgi nədir, eşq nədir, Leyli belə şeyləri bilmir, yəni hər şeyi inkar edir. Leyli anasına dediklərini başa düşmədiyini, eşqin nə olduğunu bilmədiyini, baxın testə düşən məqamlardır. Eşqin mənasını izah etməyini deyir. Yəni anasına ümumiyyətlə eşqin nə olduğunu, eşq nə deməkdir, onu Leyliyə izah eləməsini deyir. Belə bir şeydən xəbəri yoxdur Leylinin. Anasını irad tutaraq deyir ki, Leyli anasını irad tutur ki, həm özün deyirsən ki, məktəbə get, həm də deyirsən ki, ayaman getmə. Axı anası Leyliyə deyirdi ki, məktəbə getmə, min bəd gəl elə tərk məktəb, bil əbcədini, həmin cədü əb. Yəni deyirdi ki, bundan sonra məktəbə getmə, məktəbi tərk elə, ata-baban kimi yalnız ibtidai biliklərin olsun. Bu da deyir ki, bəs mən hansını inanım? Məktəbə get deyən də sənsən, məktəbdən çıx, məktəbi tərk elə deyən də sənsən. Leylinin anası Leyliyə inanır. Yəni deyə bilər ki, testdə bizə anası Leyliyə inanmır, qızını məsələn təqib eləyir, onun dediklərinə əsassız görür. Xeyr, Leyli anasını aldadır, anası da Leyliyə inanır. Danışılanların hamısının əfsanə, boş söz olduğunu düşünür və bununla da təsəlli tapır. Qəzəldə Leyli isə dərd içində göz yaşı axtaraq qəzəl oxuyur. Həmin qəzəldə də Leyli küləyə müraciət edərək sevgisindən xəbər verməsini, yəni Qeysdən xəbər verməsini istəyir. Daha sonra Məcnun Leyliyə səhrada rast gəlməsi hissəsində bizə deyir ki, deməli, Leyli və Məcnun bahar fəslində bir-birinə rastlaşır. Baxın, bizə testdə düşə bilər. Onların rastlaşdığı fəsil hansı idi? Bahar fəsli, yaz fəsli idi. Məcnunun vəfalı dostları
ona bahar fəslidir, ağlama, göz yaşı tökmə deyirlər. Həm söhbətləri Məcnuna biraz gəzməyə çıxaq, bəlkə yarınla görüşərsən deyirlər. Məcnun Səhraya üst tutanda sirrini yaşıl otlara açır, Laləyə yalvarır. Laləni aşiq bilib ayağından öpürdü. Orada göstərilir ki, Lalənin ki necə bağrı qandı, özünü Lalə ilə həmdərd bilirdi ki, onun da eşqdən bağrı qan olmuşdu. Məcnun Səhraya üst tutan, Məcnun Leyli ilə görüşməsini müxtəlif, daha doğrusu müəllif dərs selinin qəm dənizinə qovuşması ilə müqayisə edir. Məcnunun Leyli ilə Məcnun səhrada qarşılaşanda hər ikisinin huşu başından gedir, hər ikisinin ürəyi gedir. Leylinin üzünə gül suyu səpib onu oyadırlar. Məcnun isə qan yaşlı gözlərinin suyunu üzünə səpib oyanır. Leylinin yanındakılar onu, yəni Leylinin rəfiqələri onu məzəmmət eləyir, danlayır ki, anan-atan xəbər tutar, özgəsinə aşina olmusan, yəni dost olmusan, hamımız üçün də bu ziyan olar, mənfi bir hal olar. Çünki ümumiyyətlə Leylinin rəfiqələri heç vaxt onu anlamırdı, amma rəfiqələrindən fərqli olaraq Leyli sevməkdə, sevilməkdə özünə qeyri-adi, ağlasığmaz kimi görmürdü. Yanındakılar onu öz çadırına aparırlar ki, anası, atası xəbər tutmasın. Məcnun dostlarına göz yaşlarının onun içində qərq elədiyini deyir, onlara kənar gəzmələrini tövsiyə eləyir ki, bu suya batmasınlar, yəni onun göz yaşlarının suyuna. Məcnun bir quş olub yuvasından ayrıldığını, bir daha evinə dönməyəcəyini bu hissədə deyir. Məcnunun dostlarına atası onu soruşsa, zamanın onun bəxtini qaraltdığını, atasının Tanrıdan dad etməsini istəyir. Məcnun bu bəlaların ona yetişməsinin səbəbinin atasında olduğunu deyir. Nəyə görə? Bu hissədə çox maraqlıdır. Atasını günahlandırır ki, onun yaranmağına səbəb atası olub. Yoxluqdan onu ayırdı ki, şad olsun, amma dərdə qərq oldu. Axı onun atası əvvəldə çox nəzir niyaz eləyirdi ki, oğlu olsun. Məcnun da burada bildirir ki, onu yoxluqdan, yəni Məcnunu yoxluqdan dərdə gətirən atasıdır. Əgər atasını günahlandırır, bu olanlarda atasını günahlandırır ki, onun yaranmağına səbəb atasıdır. Onu yoxluqdan bu dünyaya gətirən atasıdır. Deməli, bu hissədə Məcnun kimi günahlandırırdı? Atasını günahlandırırdı ki, onu yoxdan var elədi. Dərdə bəlaya düçar eləyən məhz atasıdır. Məcnun atasına ümidini başqa oğla bağlamasını deyir, qəsd ilə ondan ayrılmadığını da qeyd eləyir. Gələk indi Məcnunun atasının Leyliyə elçiliyə getməsi və rədd cavabı alması. Məcnunun atası başa düşdü ki, Leyli olmasa Məcnun sakitləşməyəcək. Ona görə elçi getmək qərarına gəlir. Leylinin atası elçilik xəbərini eşidib böyükləri toplayır və onları hörmətlə qarşılayır təbii ki. Leylinin atası Məcnunun atasına gəlişinin xoş, qohumluğunun şərt olduğunu desə də, hər kəsin oğluna Məcnun dediyini, qızının Məcnuna layiq olmadığını deyir. Qeyd elədiyimiz kimi Məcnun dəli deməkdir və təbii ki, Leylinin atası haqlı olaraq qızını bir dəliyə vermək istəmirdi. Leylinin atası oğluna bir əlac axtarıb xasiyyətini dəyişsə, Məcnun sevdasından əl çəksə, Leylini verməyə hazır olduğunu deyir. Növbəti isə Növfəlin Məcnunla olan söhbətidir ki, belə ki, Növfəl məclislərin birində Məcnunun yanıqlı bir şeirini, onun bir qəzəlini eşidir və bu qəzəli, yəni Məcnunun üslubunu çox bəyənir. Və məclisdəkilərdən bu qəzəl kimindir, kimə aiddir soruşur, maraqlanır. Növfəl Leylinin Məcnuna özünü aşiq elədiyini, Məcnunun rüsvaylığı özünə peşə eləyib vəhşilərlə gəzdiyini məclislərdəki adamlardan öyrənir. Eşidir və ona görə səhraya Məcnunu görmək üçün gedir, yollanır. Məcnun isə Növfələ dərdini izah etməsi hissəsində Məcnun Növfəlin ona etdiyi kömək təklifinə səndə lütf çoxdur, amma məndə bəxt yoxdur. Bəxtimə inam yoxdur, muradıma çatmağım çətin görünür deyir. Çünki Növfəl ona kömək eləyəcəyini bildirmişdi. Amma o bildirir ki, sənin lütfün çox ola bilər, amma mənim elə bir bəxtim yoxdur. Məcnun Növfələ bəxtini anladan bir qəzəl deyir. Ümumiyyətlə bu poemanın daxilində qəzəllərə yer verilib. Növfəl Məcnunu bir küncdə halı yaman ağlar gündə tapır. Növfəl Məcnuna əzab çəkməməyi, həmcinslərindən kamını diləməyi, səhralara düşməməyi məsləhət görür. Növfəl Məcnuna qab töküb qəniməti, yəni Leylini ona çatdıracağını, əgər deyir ki, mənlə dost olsan, yəni Növfəl Məcnuna deyir, mən deyir sənnəmsə, demək Leyli sənindir. Yəni deyir ki, o Leyliyə görə qan tökəcəkdir. Əslində bir növ Məcnuna görə də, Məcnuna kömək eləməyə görə. Növfəlin ikinci dəfə vuruşub qalib gəlməsi və əhdini pozması. Rum pəhlivanı Növfəl ilk döyüşdə qalib ola bilməsə də, axı o getmişdi Leylinin atası ilə döyüşməyə, Leylini belə deyək də atasından alması üçün, Məcnundan evləndirmək üçün. İlk döyüşdə qalib ola bilmir, amma ikinci döyüşdə Leylinin atasını məğlub eləyir. Düşmən isə, yəni Leylinin atası ondan aman diləyir. Növfəl qalib gəldikdən sonra Leylinin atası ona əgər deyir istirabın Leyli üçündürsə, cavabında yox demirəm. Ancaq deyir ki, ərəbdə belə bir qanun var ki, qayda var ki, adət var ki, bir qadına iki ər yaraşmaz. Çünki deyir qızım başqasına nişanlıdır. Onda artıq Leyla İbn Səlamdan nişanlanmışdı. Leylinin atası Növfələ qərarın bu qaydanı deyir pozmaqdırsa, qızı deyir özgəyə vermə, sən özün al. Yəni qızını Növfələ vermək istəyir. Amma Növfəl ədalət və insafa qarşı olmadığını, ədalətli biri olduğunu deyir.
Nofel acizlərə etdiyi zülmdən xəcalətli olduğunu da deyir. Yəni Leylinin atasının yanında artıq xəcalətli hiss eləyirdi özünü. Nofel məqsədinin bir sınmış deyəndə Məcnun nəzərdə tutur. Dərman mumya istədiyini, bir xəstəyə sağalmaq dilədiyini bildirir. Yəni bildirir ki, o boş-boşuna gəlməmişdi də dalaşmağa, vuruşmağa. Onun məqsədi tamam başqa idi. Nofel Leylinin atasının yanından ailəsinə, mal-dövlətinə toxunmadan ayrılır. Yəni Leylinin atasına ziyan vermədən oradan uzaqlaşır. Həm də onun uzaqlaşma səbəbi nə idi? Çünki görürdü ki, o Məcnun üçün vuruşsa da, Məcnun buradan gəlir, Leylinin atasına kömək edir ki, Leylinin atası qalib gəlsin. Artıq bu vəziyyət Nofələ həqiqətən də qəribə görünürdü. Leylinin İbn Səlama nikah edilməsinin Məcnuna xəbər verilməsi. Bu xəbəri də verən Zeyd idi. Zeyd Məcnunun dostuydu. Zeynəb adlı bir qıza aşiq idi. Yəni Zeydlə Zeynəb bir-birinə aşiq idilər. Eyni zamanda Zeyd Məcnunun, yəni Qeysin dostuydu. Leylinin ərə getməsinin xəbərini Məcnuna Zeyd çatdırır. Leylinin ərə getməsi xəbərini də Zeyd çatdırır. İbn Salamın vəfat etməsini də, Leylinin vəfat etməsini də bir növ bədxəbər var idisə, Zeyd bir bədxəbər idi bir növ. Hər birini Leyliyə o çatdırırdı. Ağlayaraq Məcnunun yanına gələn Zeyddən Məcnun ağlamağının səbəbini soruşanda o deyir ki, bəlakeş, bəxt ulduzun qaraldı. Deyir Dövran sən yazığa zülm etdi. Yarın İbn Səlama qismət oldu. Məcnun bu xəbəri eşidəndə elə bir nalə çəkdi ki, ahının alovu göylərə ucaldı. Burada təbii ki, bir mübaliğə işlənib. Atasının Məcnunu səhrada tapması və nəsihətlə yola gətirməkdə aciz qalması. Burada göstərilir ki, Məcnunun atası səhrada Məcnunu axtarmaq qərarına gəlir. Gecə düşəndə axtarış çətinləşəndə anidən görünən bir işıq Məcnunun atasına yol göstərir. Atası bu odu böyük bir ərəb qəbiləsinin yandırdığını düşünsə də yaxınlaşanda görür ki, bu Məcnunun başında ucalan ahdır. Ucalır, od saçır. Yəni Məcnunun ahı artıq göylərə çatırdı. Atası oğlunun halını görüb qəmlənir. Üzünün tozunu silir. Məcnun atasını tanımır. Deyir ki, müjdəçisənsə mənə yardan, yəni Leylidən xəbər ver. Yolçusansa, deyir vaxtını itirmə, elə öz yoluna davam elə. Məcnun atasına onu evə çağırmamağı, fərz etsin ki, malına, mülkünə sahib olduğu getdi. Yenə də dövlətinin özgəsinə qaldığını deyir. Məcnunun birdən zəif bədəni, Məcnunun daha doğrusu zəif bədəni titrədi. Qolundan qolçağına qan dolduğunu görəndə atası heyrətləndi. Məcnun atasının heyrətinə cavab olaraq pərrizat bütümdən deyir, yəni Leyli nəzərdə tutur. Qan aldığını, onlar iki bədəndə, yəni Leyli ilə Məcnun iki bədəndə bir ruh olduğu üçün qan alan zaman onun nişanəsinin Məcnunda göründüyünü deyir. Yəni deyir ki, Leylidən qan alınan zaman onlar iki bədəndə bir ruhuydu deyə, həmin bu nişanə Məcnunda da görünüb. Məcnunun atası anladı ki, bu nəqş pozulan deyil, hiylə ilə eşqi zahir etmək olmayacaq. Oğluna nəsihət və tənə vurmaqla əzab vermədi, ümidsiz şəkildə Məcnunun atası oradan uzaqlaşdı. İbn Səlamın vəfat eləməsi və nicat tapması, İbn Səlamın da vəfat etməsi ona görə idi ki, o Leylinin əlindən xəstə oldu, xəstəliyə düçar oldu. Axı Leyli demişdi ki, onun bədəninə cin girib, kim ona yaxınlaşsa həm Leyliyə, həm də ona yaxınlaşan adama cin müsəllət olacaqdı. Ona görə İbn Səlam bundan vahiməyə düşür, xəstəliyə düçar olur və vəfat edir. Deməli, Nöfəxan Fələyin İbn Səlamı Məcnun ahının oxuna hədəf etdiyini deyir. Eyni zamanda burada Füzuli göstərir ki, əslində İbn Səlamın ölməsinin bir səbəbi də Məcnunun nalələri idi. İbn Səlam Leylinin həsrətinə dözmür və xəstələnir, ölür. Ərəblərdə də belə adət var idi ki, ər öləndə arvad 1-2 il matəm tutarmış. Leyli də bunu bəhanə eləyir, öz dərdinə fəryad edir. Yəni güya elə göstərir ki, o öz əri üçün ağlayır, amma belə deyildi. Yəni üzdə öz əri üçün matəm saxlasa da, ağlasa da, daxildə yenə öz dərdinə, Məcnunla olan öz taleyinə ağlayırdı. Leyliyə görə eşqin yoluna işıq salan İbn Səlamın ölümü idi. İbn Səlamın ölüm xəbərini və Leylinin ata evinə dönməsini və təbii ki, dediyimiz kimi Zeyd çatdırır. Məcnun bu xəbəri eşidib nalə çəkir. Burası da çox maraqlıdır. Məcnun Zeyd elə bilirdi ki, bu xəbəri verəndə Məcnun xoşbəxt olacaq ki, artıq İbn Səlam öldü. Yəni Leyli ilə Məcnunun qovuşması üçün heç bir əngəl qalmadı. Amma Məcnun bu xəbəri eşidəndə nalə çəkir və bu hala ağlayır. Zeyd bunun səbəbini soruşur ki, bəs niyə ağlayırsan? Məcnun deyir ki, o mənim dostum idi. Yəni İbn Səlam Məcnunun dostuydu. Düşmənim deyildi deyir. Nəyə görə? Çünki deyir Leyliyə həm o, həm də mən aşiq idim. O canını tapşırdı, öldü. Öz yolunda kamil çıxdı. Yəni o Leyli üçün artıq ölə bildi. O deyir mənim düşmənim deyildi. O da Leylini sevirdi, mən də Leylini sevirdim. O kamilliyə çatdı, Leyli yolunda ölə bildi. Amma deyir mən hələ də yaşayıram. Mən hələ Leylinin yolunda ölə bilməmişəm. Yəni Məcnun İbn Səlamın ölüm xəbərinə sevinmir. Testdə bizə düşsə ki, sevinir, xeyr sevinmir. Məcnun İbn Səlamı özünə düşmən hesab eləmir. Əksinə onu dostu bilir, onun ölümündən sevinmir, əksinə kədərlənir, nalə eləyir, ağlayır. Nəyə görə? Çünki İbn Səlam Leyli üçün ölə bilmişdi, kamilliyə çata bilmişdi. Görün Məcnun Leylini hansı dərəcədə, hansı səviyyədə sevə bilirdi. Bu artıq təbii ki, burada reallıqdan uzaq bir eşqdən, sufi eşqdən, ilahi eşqdən söhbət gedirdi. Eşqin ən kamil dərəcəsinə çata bilmişdi Məcnun.
Leylinin dəvəyə sirrini açması. Leyli dəvəyə, mənim kimi sənin də ixtiyarın özündə deyil. Axı dəvənin boynuna ip salıb gəzdirirlər. İpin özgəsinin əlindədir deyib özü ilə müqayisə edir. Çünki Leylinin də ixtiyarı özündə deyildi. O necə ki deyir, mən gövhərəm, özgələr xiridar. Məndə deyil ixtiyari bəzar. Dövran ki məni məzadə saldı, bilmən kim idi satan, kim aldı. Yəni deyir ki, bilmirəm məni kim idi, satan kim idi, alan kim idi. Mən gövhərəm, özgələr xiridardır. Leyli dəvəyə onu Məcnununa aparmasını xahiş edir. Leylinin dəvəsi daha doğrusu karvandan aralı düşür. Sarvanın bundan xəbəri olmur. Dəvə Leylini bihuş halda aparır. Leyli gözünü açanda ətrafında heç kimi görmür, yoldaşlarının onu qoyub getdiyini düşünür. Yol Leylini Məcnunun olduğu yerə gətirib çıxardır. Leyli yolu soruşmaq üçün gördüyü zəif şəxsdən bu adam Məcnun idi. Adını soruşanda həmin şəxs Məcnun olduğunu deyir. Leyli isə artıq buna inanmır. Leyli Məcnundan Məcnunun nişanını soruşur. Məcnun ona cavab verir. Öz halını necə bildirir? Məcnun Leylinin şeir dinləmək arzusunu görüb özü müfəssəl qəmini Leyliyə danışır. Məcnun düşmənlərin tənəsindən, məktəb cəfasından, atasının onu Kəbəyə aparmasından, Nofəlin ona kömək etməsindən, yarının İbn Səlama ərə getməsindən, vücudunun eşq yolunda bərbad olmasından Leyliyə bildirir. Təbii ki, bu əhvalatları danışanda artıq Leyli onu tanıyacaqdır. Leylinin Məcnunu tanıması hissəsində Leyli qarşısındakının Məcnun olduğunu bildikdən sonra göz yaşı axıtdı və dedi ki, vəhşilərə el, mənə isə yad olmusunuz. Sən mən dediyim dostum, təbibim imişsən. Yəni deyir ki, sən mənim həmin həkimimsən, dostumsan. Yəni mənim dərdimə çarə sənsən. Leyli Məcnundan onu tanımadığı üçün üzr istəyir Leyli Məcnundan. Deyir ki, mən məstəm, məstin işi xətadır. Özündən xəbərsiz birini özgəsi tanıya bilməz deyir. Yəni deyir ki, mənim heç özümdən xəbərim yoxdur ki, özgəsi də məni tanısın. Məcnunun Leyliyə etinasızlığı və saflığını sübut etməsi. Məcnun Vüsala taqətinin olmadığı üçün, onu yandırmaq üçün xəyalının da bəs olduğunu deyib, Leylinin üzünü görmək istəmir. O artıq Leylini fiziki olaraq istəmirdi. O öz xəyalındakı Leylini sevirdi. Və təbii ki, yenə qeyd edirəm, burada o artıq ilahi eşqə, kamil eşqə çata bitmişdi. Onun artıq vüsal üçün, qovuşmaq üçün heç bir taqəti qalmamışdı Məcnunun. Məcnunun surətə, xarici görünüşə etibar olmadığını deyir. Çünki qeyd elədiyim kimi o xəyalındakı Leylini sevirdi. Yəni artıq onun üçün fiziki olaraq Leylinin var olmamasının elə də böyük əhəmiyyəti yox idi. Məcnun, mən rüsvaçılıqda ad çıxarmışam. Sən bu yolda olma. Rüsvay mənəm. Sənin adın yaxşı qalsın. Yəni deyir ki, sən gəl dəliylə belə deyək də bir olma. Sən öz halını dəyişmə. Məcnun mənəm, divanəliyə mən layiqam. Yəni dəli olmağa layiq mənəm. Sən belə olma. Mən eşq yolunu tutmuşam. Namus qaydalarını da deyir unutmuşam. Namusunu hər ləkədən saxla, sən əqlinin ətəyini əlindən buraxma deyə nəsihət eləyir. Amma təbii ki, bundan sonra artıq Leyli bu əzaba dözməyib vəfat eləyəcəkdir. Leylinin Məcnunun davranışını bəyənməsi. Leyli Məcnunun eşqində riya olduğuna şübhələndiyi üçün onu imtahana çəkdiyini deyir. Leyli Məcnunun pak sevgisinə layiq və sadiq olduğuna əmin olur. Leylinin anasına vəsiyyəti və ölməsi artıq onlar qovuşa bilmir deyə, yəni fiziki cəhətdən qovuşa bilmirlər deyə Leyli bundan xəstəliyə düçar olur və vəfat edəcək. Leyli Allaha dua eləyib onu heçliyə yetirməsini, yəni ölməsini istəyir. Yəni o qədər sevir ki, Leyli artıq Allahdan ölmək istəyir. Çünki onlar Məcnunla fiziki olaraq qovuşa bilməyəcəkdi. Ona görə də Leyli Allaha dua eləyir ki, Allah onu heçliyə yetirsin və özü öz ölümünü arzulayır bu sevgisi yolunda. Leyli pak olduğu üçün duası tez təsir edir, ölüm yatağına düşür. Leyli axı öz paklığını qoruya bilmişdi. Ölüm ayağında sirrin anasına açır. Ruhuna sancılmış xəncərdən öldüyünü, eşq qəmi xəstəliyinə tutulduğunu deyir. Leyli Məcnunun yanında xəcalətli olduğunu deyir. Leyli anasına vəsiyyət eləyir. Məsələn, İskəndərnamə əsərində İskəndər də anasına vəsiyyət eləmişdi. Oxşar olaraq düşə bilər. Mən öləndən sonra mənsiz ah-fəğan edib səhralara düşəndə anasına deyir bunu. Yolun Məcnunun yanına düşərsə, mənim dərdimi o yaralıya yetir. Deyir ki, onunla rastlaşsan, ona qarşı etinasız olma. Yəni diqqətsiz olma, diqqət göstər. O xoş insandır. Məcnunun ətəyindən tut, razılığını al. Mənim üçün dua etməsini de. Leylinin sözünün üstündə durduğunu, dediklərində əyri olmadığını de. Yəni deyir ki, mən xəlvət dünyasına gedirəm. Mən ölürəm artıq, ölüm dünyasına gedirəm. Sən də gəl, gecikmə, vaxt itirmə. Yəni Leyli artıq ölümə getdiyini, artıq o dünyada Məcnunu istədiyini deyir, mən ölümə gedirəm, mən xəlvət dünyasına gedirəm. Sən də gəl. Məcnuna deyir ki, sən də o dünyaya gəl, gecikmə. Heç olmasa o dünyada qovuşmaq istədiyini bildirir. Leyli vəsiyyətini sona çatdırdıqdan sonra Vüsal arzusu ilə dünyadan köçdü. Artıq Leyli vəfat elədi. Onun son arzusu da bu oldu ki, o dünyada Məcnunla qovuşmaq istəyirdi. Leylinin vəfatından Məcnunun xəbərdar olması və bu dərdə dözməyib ölməsi. Təbii ki, bu xəbəri yenə çatdıran kim idi? Zeyd idi.
Məcnun Leylinin ölüm xəbərini eşidəndə o da bu dərdə dözməyəcək və öləcək. Leylinin ölüm xəbərini Məcnuna Zeyd çatdırdı. Leylinin yenə qeyd edirəm ölüm xəbərini, İbn Səlamın ölüm xəbərini, Leylinin evlənmə xəbərini, bunların hər birini çatdıran Zeyd idi. Məcnun bu xəbəri eşidən kimi ciyərlərindən elə bir ah çəkdi ki, o dünyada sevgilisi də bunu duydu. Məcnun Zeydi ölüm xəbərini gətirdiyi üçün məzəmmət edir. Məcnun Zeyddən onu Leylinin məzarına aparmağını istəyir. Əhvalatın tamamlanması hissəsində isə Məcnun Leyli deyərək öz şirin canını tapşırır. Həm də Leylinin məzarı üstündə. Yəni Məcnun Leyli deyə öldü. Leylinin məzarı üstündə vəfat elədi o da. Məcnunun ölümü Zeydə pis təsir etdi. Axı onlar dostuydular. Elə fəryad etdi ki, bütün aləm ahının oduna toplaşdı. Leylinin qəbrini açaraq Məcnunu həmin qəbrə qoydular. Biz əsərin sonunda görürük ki, Leyli ilə Məcnun bu dünyada qovuşmasa belə, o dünyada qovuşur. Ən azından Məcnun, Leyli öləndə Məcnunu ondan o dünyaya gəlməsini istəyir, bunu vəsiyyət eləyir. Məcnun gəlir Leylinin məzarı üstə, o məzarın üstündə öz şirin canını tapşırır və onların qovuşması eyni qəbirdə olur. Onlar bir məzarda dəfn olunurlar. Bu əsərin sonunda belə bitir ki, Zeyd yatır, yuxuda görür ki, Leyli ilə Məcnun bir belə deyək də o dünyada qovuşublar. Yəni əsərin sonunda onlar fiziki olaraq qovuşmasalar belə o dünyada qovuşmaqları göstərilir. Təbii ki, bunlar Məcnun üzr istəyirəm, Zeydin yuxusunda belə idi. Bu belə. Əsər haqqında ümumi qeydlərə gəldikdə isə qeyd elədiyim kimi bizdən ədəbi növünü soruşsa, əsər epik növdədir. Janr olaraq poema janrındadır. Əsər təhkiyə əsasında yazılıb. Daha sonra hansı dildə desək, ana dilindədir, hansı vəzindədir desə, əruz vəznindədir, bəhr olaraq Xəzəc bəhrindədir. Məsələn, Bəhri ilə ortaq olaraq Göçəbləri Mən candan usandırdı qəzəlini, Dəhnamə poemasını, onlar da Xəzəc bəhrində idi çünki. Daha sonra ümumiyyətlə poemada mühüm ictimai məzmunlu problemlərin həlli verilib ki, belə ki, azadlıq məsələsi var idi, cəmiyyətdə kör-köranə tabe olunan qayda qanunlar var idi ki, bunlar əsas ictimai problemlərdir, amma ümumilikdə mövzu nədir soruşsa, təbii ki, məhəbbət mövzusunda yazılan poema idi. Bu belə. Əsərin ümumiyyətlə süjet xətti nədən ibarətdir? Bunları da qeyd eləyək. Ekspozisiyası, zavyaskası bu hissələri. Ekspozisiya budur ki, çox nəzir niyazdan sonra Qeysin dünyaya gəlməsi. Bu əsərimizin süjet xəttinin ekspozisiya mərhələsidir. Zavyaska, yəni düyün hissəsi, Məcnunun məktəbə getməsi, Leyli ilə tanış olması, Leylinin məktəbdən çıxarılması, bu artıq düyün zavyaska hissəsidir. Kulminasiya hansı hissədə deyilsə, Leyli və Məcnunun səhrada rastlaşması artıq əsərin ən yüksək mərhələyə, yüksək zirvəyə çatdığı hissədir. Razvyaska, yəni düyünün açılması, Məcnunun halını gördükdən sonra Leylinin ata evinə dönməsi və finalda isə Leyli və Məcnunun ölüm səhnəsi əsərin final hissəsini təşkil edir. Bu belə qeyd elədiyimiz kimi Leyli və Məcnun əsərində olan eşqi biz bir mənalı olaraq qiymətləndirə bilmərik. Buradakı eşq ilahi eşq idi. Yəni burada ilahi eşq belə təsvir olunub ki, Məcnunun eşqi təbii ki, Leyliyə olan eşqlə başlasa da, o məktəbdə onu görüb, onu sevsə də, vurulsa da, yəni bu sevgi əvvəlcə adi bir gənc qıza olan sevgi kimi görünsə də, amma zaman keçdikcə o sevgi o qədər böyüyür ki, ümumi hissdən ali bir eşqə çevrilir. Yəni Məcnun Leyliyə o qədər bağlanır ki, artıq o öz mənliyini unudur. Onun öz adı belə, Qeys adı belə unudulur. Məcnun, yəni eşqdən dəlləşmiş deyirlər ona. Burada artıq biz eşqin mənəvi, bir də ilahi mahiyyətini görə bilirik. Yəni Füzuli burada göstərir ki, Məcnun sevgisi təkcə bir qıza olan adi bir hiss deyil. Məcnun insan sevgisindən başlayıb ilahi eşqə qədər yüksəlir, kamilləşə bilir, yetkinləşə bilir. Leyli onun üçün bir növ Allahın gözəlliyinin təcəssümü idi. Eşqin kəmalına aparan bir vasitə idi. Leyla artıq onun üçün bu roldaydı. Ona görə o Leyli ilə rastlaşanda Leylini fiziki olaraq qəbul eləmir. Artıq onun vüsala çatmaqda bir taqəti olmadığını deyir. Yəni Məcnun Leyliyə baxaraq Allahı sevməyi öyrənmişdi. Buradakı ilahi eşqin gözəlliyi bu deməkdir. Və sonda da Məcnunun eşqi onu azad eləyir. Necə? Nədən azad eləyir? Bu hissə də çox önəmlidir. Cəmiyyət Məcnunu dəli adlandırır. Yəni Qeysi Məcnun adlandırır, dəli adlandırır. Nəyə görə Məcnun adlandırmışdı onu? Çünki Qeys dünyavi dəyərləri rədd eləmişdi. O varlı qəbilə ailəsinin övladı idi. Belə ki, onun rahat həyatı təmin olunmuşdu. O rahat həyatı rədd eləyir, varlı olmağı rədd eləyir, şöhrəti, hakimiyyəti, hətta insanların mənasız artıq fikirlərini belə rədd eləyir. Buna görə də cəmiyyət onu bütün maddi dəyərləri rədd eləyib eşq yaşadığı üçün Məcnun adlandırmışdı. O boş-boşuna Məcnun deyildi. Məcnun təkcə Qeys, yəni təkcə eşqlə, təmizliklə yaşayırdı. O ruhani azadlığının belə deyək də təqibində idi bir növ. Ona görə o səhraya çəkilmişdi, heyvanlarla dostluq edirdi, təbiətlə danışırdı. Yəni Məcnun bütün maddi zəncirlərdən bir növ qurtulmuşdu. Nəticədə də Məcnunun eşqi, yəni mənəvi kamilliyi, sədaqəti ilahi eşqin simvolu idi. Ona görə də biz deyirik ki, orta dövrdə Məhəmməd Füzulinin yazdığı eşq bir növ ilahi eşq idi, əsl real eşq deyildi. Ona görə biz buradan hansı nəticəyə gəlirik? Məcnunun Leyliyə olan eşqi əslində dəlilik deyildi.
Məcnun Leyliyə görə ağlını itirmir. Əksinə kamilləşir, həqiqəti tapır, əsl sevgini tapır. Yəni burada Füzuli belə bizə bunu demək istəyir ki, həqiqi eşq insanı dəliliyə aparmır, əksinə Allaha yaxınlaşdırır. Yəni eşq ona görə bu qədər ali bir hissdir. Eşq insanı əsl eşq, saf eşq, əsl sevgi, əsl məhəbbət əslində insana əziyyət verən bir şey deyil. O insanı dəli eləmir. Əksinə insanı Allaha ən yüksək mərtəbəyə qədər çatdıra bilir. Ona görə bu əsəri oxuyanda bəzi hissələr belə deyək də bizə bir növ çatmasa da ki, məsələn artıq İbn Salam oldu, öldü, niyə Məcnun Leylini istəmədi, niyə deyir ki, mənim daha qovuşmağa taqətim yoxdur? Nəyə görə bunu deyirdi? Bayaq da qeyd elədiyim kimi, çünki o ilahi eşqə, əsl sevgiyə, ən ali mərtəbəyə çata bilmişdi, kamilləşə bilmişdi. Yəni biz bu əsəri oxuyanda ona kiçik, balaca bir eşq kimi baxmalı deyilik. Burada ilahi eşqdən, Allaha olan sevgidən